Salamlayıram hər kəsi. Musiqi Nəzəriyyəsi fənnindən Azərbaycanlı adları mövzumuza davam edirik. Bugünkü dərsimiz şurladıdır. Rastladını keçmişik. İkinci dərsimizdə şurladı. Azərbaycanlı adlarının ikincisidir. Azərbaycan xalq musiqisində rastdan sonra, rastladından sonra əsas yeri şurladı tutur. Azərbaycan mahnılarının bəzilərində, rəqslərində, bəzi bəstəkarların yaradıcılığında şurladı da yer tutmuşdur, hətta əsas yeri də tutmuşdur. Bunun ladın səs qatarı ardıcıl xalis kvartalar sırasından ibarətdir. Mən sizə danışım bunun tetraxord quruluşundan. Şurladı bir ton, yarım ton, bir ton quruluşlu 3 əlavə tetraxordun qovuşuq üsulla birləşməsindən deməli əmələ gəlir. Ümumilikdə 10 dənə pilləsi var. Mayəsi, yəni onun tonikası 4-cü pilləyə təsadüf edir. Emosional tərəfdən baxsaq, şur əslində şən bir laddır. Ancaq şur ladının hüzünlü tərəfləri də vardır. Yəni şur ladının hüzününü biz digər ladların hüzünündən necə ayıraq? Çünki yəni bizdə Humayun ladı var, bizdə Segah, Bayat Şirah, Şüştər ladı var ki, bunlar bizim qəmgin ladlarımızdır. Azərbaycan musiqisində, xalqımızın musiqisində ən çox, ən qəmgin, ən ağır lad Humayun ladıdır. İndi gələk bu lada. Bu laddakı hüzün o bildiyimiz hüzün deyil. Qəm-kədər deyil. Gileylik hissi oyadır və lirika oyadır. Az hüzün oyadır. Yəni bu ladı siz dinləyəndə də bunu görəcəksiniz. Notundan göstərəcəm sizə. Bir ton, yarım ton, bir ton. Bir ton, yarım ton, bir ton. Bir ton, yarım ton, bir ton. Və bir ton, yarım ton, bir ton. Mayəsi dediyim kimi 4-cü pillədir. Mən sizə öyrətmişdim ki, əgər lədən başlamışsa, mayəsi də deyir ki 4-cü pillədir. Ona görə lənin üzərinə 4 dənə pillə gəlin. Yəni da sayın. 1, 2, 3, 4. Re mayəli şurladı idi bu. Dərsimiz bu qədər. Əgər dərsi və videonu bəyəndinizsə, kanalıma abunə olmağı, videoya like atmağı, bildirişləri açıq saxlamağı unutmayın. Hələlik sağ olun, gələn dərslərdə görüşənə qədər.